Yaqut xanım, əvvəlcə gəlin tanış olaq. Əslində biz düşərgədə tanış olmuşduq, amma Diaspor TV-nin tamaşaçılarına özünüzü bir də tanıdardınız. Salam, mən Yaqut Şəhzadə. Hal-hazırda Nara Institute Science and Technology-də magistr təhsil alıram və 1 il yarım ildir Yaponiyada yaşayıram. Görüş necə keçdi? İcma ilə görüş necə keçdi? İcma ilə görüş hər bir görüşdə olduğu kimi Azərbaycanlılarla bir araya gəldiyimiz üçün çox xoş təəssüratlar da yadımda qaldı. Həmçinin bu şəkildə qarşımıza qalmasını və xatırlamamızı hiss eləmək də mənim üçün xoş oldu. Həm də çıxışınızda təəssüratlarınızı bölüşdünüz, düşərgə ilə bağlı təəssüratlarınızı. Bizim üçün də danışardınız, tamaşaçılarımız üçün ki, Diaspor gənclərinin yay düşərgəsi necə yadınızda qalıb? Mən də Diaspor gənclərinin yay düşərgəsinin 2025-ci ildə keçirilən 6-cı düşərgədə iştirakçısı olmuşam və onu demək istərdim ki, keçirilən tədbirlərdə, informativ sessiyalarda aldığımız məlumatlar və gələcək planlarla tanışdığımız, həmçinin təlimlər, dil təlimləri olsun, kommunikasiya bacarıqları olsun, Azərbaycan dili və mədəniyyəti təlimləri olsun, hər biri gələn iştirakçılar üçün çox maraqlı və faydalı olur. Təhsilinizin neçə ili qalıb? Hələ neçə il buradasınız? Mən artıq 6 ayımı tamamlamışam. Magistr təhsilimi və bundan sonra 1 il 6 ay da davam etdirəcəm təhsilimi. Sonraki planlarınız nədir? Sonraki planlarım isə bilindiyi kimi Yaponiyada iş mühiti digər ölkələrdən daha fərqli olduğu üçün onu təcrübə eləmək istəyirəm və daha sonra aldığım təhsil və iş təcrübəmlə Azərbaycana qayıtmağı da düşünürəm, hansı ki planlarım arasındadır və yaxud da akademik səviyyədə də təhsilimi davam edə bilərəm. Bu qədər. Uğurlar, təşəkkür edirik. Təşəkkür edirəm.